Salam, yoldaşımın xəyanətini tutmuşam. Amma çox sonrası hələ özünə bildirməmişəm. Düşünürəm ki, üzləşib bitirməliyəm. Səhv eləyirsən, buna ayıracaqsın. Lap üzləşdin, o da dedi ki, hə, onu sevirəm. Nə ayıracaqsın? Boşandın, neyəcəksin? Cavansan, soğuk sen de birine vurulacaksan. O kadar bu TikTok kadınlar alladır ki, o kadar insanlar alladanlar var ki, Allah belə yaradı ve bu ağır zamanın əlamətlərində azğınlıq, pozğunluq ayaq tutub yeriyəcək. O kadar sonra da nələrlə üzləşirlər. İnsanlar var ki, kadınlar bir dənə kəlməylə, yalanla yoldan çıxardı. Onun alasıdır, sən alasıdır məsələ yani. Səni gedib özünə baxar bu dəqiqə, hansı zamandır, hansı əyandır. Ailəni qoyurlar, oldu. Mənim qızım qonşuluğunda biri 4 dənə uşaq qoyur. Birinə qoşulub gedib. Məsləhətinə şükür. Devirə görə bunlar olmalıdır. Sonra o neynəyəcəklər səni? Hə? Qoydun, getdin. İndi sən bu kişinin xəyanətini tuttun üzünə, pərdəni götürdün, qırğın saldın, bitirdin. Üzləşib bitirməliyəm deyirsən, nə qaracaqsın? Mən sən yerin olsam, heç o pərdəni də açmaram. Heç görməzdən gələrəm. Qayğımı, hürmətimi daha da artıraram. Ki heç olmasa qorxsun evinə gəlsin. Belə açacaqsan pərdəni, iş gedəcək, gəlməyəcək. Məsləhətinə şükür. Xəyanət yaxşı bir şey deyil, demirəm yaxşı şeydir. Amma dərd də deyil. Dərd də deyil. Xəyanətlə sınağa çəkilmək, evlad acısından sınağa çəkilməkdən yaxşıdır. Başa düşdün mü? Hərə bir türlü sınağa çəkilir. Kiminin əri xəyanət edir, kiminin atası narsis olur, özünü sevir, ailəyə sevgi vermir, kiminin anası özünü vurur dəli oğlanlığa, aləmi qatır bir-birinə. İnsanlar var ki, anadan dad eləyir, utanç hissi ilə gəzir. Hərə bir türlü, səndə də budur. Açıb hükməzlər əksinə. Yine məsləhət Allahındır, mən bildiyimi dedim.